Cənubi Amerika materikinin sahəsi 17,8 milyon kvadrat kilometrdir. Materik ətrafında olan adalarla birlikdə sahəsi isə 18 milyon kvadrat kilometrdir. Materik şərqdən Atlantik okeanla əhatələnibdir. Materik qərbdən isə Sakit okeanla əhatələnmişdir. Sakit okean. Deməli, şərqində hansı okeandır? Atlantik okean, qərbində hansı okeandır? Sakit okean. Materik ətrafında yeganə dəniz şimal hissəsində Karib dənizidir. Materik ətrafında olan körfəzlər isə Panama körfəzi, La Plata körfəzi, təxminən bu ərazilərdə yerləşən Baye Grande körfəzi. Baye Grande. Belə, materik ətrafında olan dəniz hansıdır? Karib dənizi. Körfəzlər Panama, Baye Grande, La Plata körfəzi. Materik ətrafında olan boğazlara gəldikdə isə materiki odlu torpaq adasından ayıran boğaz Magellan boğazıdır. Materiki Antarktidadan ayıran boğaz isə Drake boğazıdır. Həm Magellan, həm də Drake boğazları eyni zamanda Sakit və Atlantik okeanları da bir-birinə birləşdirirlər. Deməli, Cənubi Amerika ilə odlu torpaq adası arasında olan boğaz hansıdır? Magellan. Cənubi Amerika ilə Antarktida arasında olan boğaz hansıdır? Drake boğazı. Qeyd edeyim ki, Drake boğazı həm də ən enli boğazdır. Cənubi Amerika materiki ətrafında yerləşən adalarla davam eləyək. Materikin şimalında Kiçik Antil adaları, Trinidad adası, materikin nisbətən cənub hissəsində Falkland və ya Malvin adalarını qeyd edə bilərik. Materikin ən böyük adası odlu torpaq adasıdır və iki ölkəyə, həm Argentina, həm də Çiliyə məxsusdur. Çiliyə məxsus Sakit okeanda yerləşən digər adalara San Felix adası, San Ambarcio adası aiddir. Həmçinin təxminən bu hissələrdə yerləşən litosfer tavalarının divergent sərhədində yerləşən Pasxa adası da Çiliyə məxsusdur. Pasxa adası. Litosfer tavalarının divergent sərhədində yerləşən Galapagos adaları isə Ekvador dövlətinə məxsusdur. Deməli, materik ətrafında yerləşən, yaxınlığında yerləşən adalara hansılar aiddir? Kiçik Antil, Trinidad, Falkland, odlu torpaq, San Felix, San Ambarcio, Pasxa, Galapagos və s. adalar. Materikə məxsus ən mühüm yarımada təxminən bu hissədə yerləşən Valdez yarımadasıdır. Valdez. Sonra Valdez yarımadasında materikin ən çökək yeri -42 metr, Salinas Chicas çökəkliyi də yerləşir. Salinas Chicas. Deməli, materikin yarımadası hansıdır? Valdez yarımadası. Materikin ən çökək yeri neçə metrdir? -42 metr. Hansı çökəklikdir? Salinas Chicas çökəkliyi. Materik şimal-qərb hissədə ensiz Panama bərzəxi vasitəsilə Şimali Amerika materiki ilə birləşir və bərzəx üzərindən eyni adlı kanal çəkilmişdir ki, Sakit okeandan Atlantik okeana keçmək üçün ən qısa yoldur. Panama kanalı. Fikir verdinizsə, Şimali Amerika materikinə nisbətən Cənubi Amerika ətrafında ada, yarımada, dəniz, körfəz, boğaz az oldu. Buna səbəb materikin sahil xəttinin zəif parçalanması, yəni az girintili çıxıntılı olmasıdır. İndi isə materikin daxili hissələrinə aydınlıq gətirək. Ucqar nöqtələri ilə başlayaq. Şimal ucqar nöqtəsi Galinas burnudur. Galinas. Qərb ucqar nöqtəsi Barinyas. Cənub ucqar nöqtəsi Frauard burnu. Frauard burnu. Şərq ucqar nöqtəsi isə Cabo Branco. Cabo Branco. Ucqar nöqtələrinə bir daha aydınlıq gətirək. Galinas, Barinyas, Frauard, Cabo Branco. Şimal ucqar nöqtəsi hansı oldu? Galinas. Qərb ucqar nöqtəsi Barinyas. Cənub ucqar nöqtəsi Frauard. Şərq ucqar nöqtəsi Cabo Branco. Cənubi Amerika materikində olan dağlar və düzənliklərlə davam eləyək. Materikin qərbində şimaldan cənuba doğru 9000 km məsafədə uzanan dünyanın ən uzun dağ sistemi Ant dağları yerləşir. Bu dağlarda ən uca zirvə 6960 metr Aconcagua zirvəsidir. Bu zirvə, yəni 6960 metr Aconcagua zirvəsi materikin ən hündür zirvəsidir. Materikdə ən çökək yerdə -42 metr Salinas Chicas çökəkliyi idi. Salinas Chicas. Ant dağları cavan dağdır və litosfer tavalarının toqquşma zonasına uyğun gəlir. Cənubi Amerika tavası ilə Nazca litosfer tavasının toqquşma zonasında yerləşir. Və bu zaman bilirik ki, okean və materik tipli litosfer tavalarının toqquşma zonasında okeanda novlar da əmələ gəlir. Təxminən bu ərazidə Peru novu, burada isə Çili novu yaranmışdır. Ant dağları üzərində həm fəaliyyətdə olan vulkanlar, həm də sönmüş vulkanlar var. Fəaliyyətdə olan vulkanlar şimaldan cənuba doğru Ruiz vulkanı,
Cotopaxi vulkanı, San Pedro vulkanı və Liliaco vulkanı. Liliaco vulkanı 6723 metr hündürlüyə malikdir və yada saxlayaq ki, dünyada ən hündür fəaliyyətdə olan vulkandır. Fəaliyyətdə olan vulkanlara bir daha aydınlıq gətirək. Ruiz, Cotopaxi, San Pedro, Liliaco. Materikdə olan sönmüş vulkan Chimborazo sönmüş vulkanıdır, 6310 metr. Və bu vulkan da yadda saxlayaq ki, ən hündür sönmüş vulkandır. Sönmüş vulkan hansıdır? Chimborazo. Materikdə fəaliyyətdə olan vulkanlar hansılar oldu? Ruiz, Cotopaxi, San Pedro, Liliaco. Materikin nisbətən şimal hissəsində fikir versəniz, şərqi Kordilyer dağları, sonra qərbi Kordilyer dağlarını da burada görə bilərsiniz. Həmçinin Boliviya ərazisində 6362 metr hündürlüyə malik Ilhampu dağını da qeyd eləyək ki, Cənubi Amerikada yerləşir. Materikdə olan düzənliklərlə davam eləyək. Orinoco ovalığı, Orinoco ovalığından nisbətən cənub-şərqə doğru Giviana yaylası, Giviana yaylasında ən uca zirvə Roraima dağı 2875 metr, Amazon ovalığı, sonra Braziliya yaylası, Braziliya yaylasında ən uca zirvə Bandeira dağıdır 2897 metr, Bandeira dağı, La Plata ovalığı, La Plata ovalığı, La Plata ovalığından da cənuba bu ərazilər Patagoniya hesab olunur. Patagoniya. Deməli, 1 nömrə hansı düzənlikdir? Orinoco ovalığı. 2 nömrə Giviana yaylası. 3 nömrə Amazon. 4 nömrə Braziliya. 5 nömrə La Plata ovalığı. 6 nömrə Patagoniya. Və onu da qeyd eləyək ki, materikin şərqində yerləşən bu düzənliklər platforma sahələrinə uyğun gəlir. Ovalıqlar 1 nömrə, 3 nömrə, 5 nömrə, yəni Orinoco, Amazon, La Plata platformanın çökmə sahələrinə uyğun gəlir və qeyri-filiz faydalı qazıntılar, xüsusilə neft ehtiyatları ilə, qaz ehtiyatları ilə zəngindirlər. Amma yaylalar isə 2 nömrə, 4 nömrə platformanın qalxan sahələrinə uyğundur. Həmən ərazilərdə isə qeyri-filiz yox, filiz faydalı qazıntılar üstünlük təşkil edir. Sonra Ant dağlarında yüksək dağlıq yayla plato hesab olunan Altiplano yerləşir. 20 dərəcə cənub enliyində Boliviya-Çili sərhəddində bu ərazilərə uyğun gəlir Altiplano. Sonra Cənubi Amerikada materikin qərbində dünyanın ən quraq səhrası soyuq Peru cəryanın təsiri ilə formalaşan Atacama səhrası yerləşir Çili ərazisində. Deməli, 7 nömrə hansı düzənlikdir? Altiplano. 8 nömrə hansı səhradır? Atacama səhrası. Belə materikin düzənlikləri haqqında bu qədər. Əlavə olaraq qeyd eləyək ki, Venezuelada Giviana yaylası üçün masavari dağlar və ya tepuilər Braziliya yaylası üçün isə kəllə-qənd relyef formaları səciyyəvidir. Kəllə-qənd Braziliya yaylası üçün, masavari dağlar və ya tepuilər adlanan relyef formaları isə Giviana yaylası üçün səciyyəvidir. Cənubi Amerika materikində olan çaylar və göllərlə davam eləyək. Materikin çaylarının əksəriyyəti Atlantik okean hövzəsinə aiddir və bu çaylar üçün əsasən düzənlik çayları olmaları, ümumi uzunluqlarının çox olmaları, sürət və meyilliklərinin az olmaları, çay dərələrinin enli olmaları səciyyəvidir. Materikin qərbində Ant dağlarından başlayıb birbaşa Sakit okeana tökülən çaylar üçün sürət və meyilliklərinin çox olmaları, düşmə kəmiyyətlərinin çox olmaları, yəni mənbə ilə mənsəb arasındakı hündürlük fərqləri çoxdur, amma ümumi uzunluqları azdır bu çaylar üçün. Materikin əsas çayları şimal istiqamətdə axan bu çay Magdalena çayıdır. Magdalena çayı Karib dənizinə tökülür, yəni Atlantik okean hövzəsinə aiddir. Orinoco ovalığından axan eyni adlı çay Orinoco çayıdır. Amazon ovalığı dünyanın ən bol sulu çayıdır. Amazon ovalığı Amazon qollarına Tapajós, Madeira, Jurua çayı, Rio Negro çayı, sonra Ucayali və Maranhão çaylarını qeyd eləyə bilərik. Amazon qolları Ucayali və Maranhãondan hesablansa, Nil çayından da uzundur. Sonra digər çaylara Tocantins çayı, Braziliya yaylasından axan Atlantik okeana tökülən bu çay San Francisco çayıdır. Braziliya yaylasından başlayıb cənub istiqamətdə axan La Plata körfəzinə tökülən bu çay Parana çayıdır. Parana çayının növbəti qolu Paragvay çayını qeyd eləyə bilərik. Uruguay çayı isə La Plata körfəzinə tökülən digər çaydır. Deməli, 1 nömrə hansı çaydır? Magdalena, 2 nömrə Orinoco çayı, 3 nömrə Amazon çayı, 4 nömrə Tocantins çayı, 5 nömrə San Francisco, 6 nömrə Parana çayı, 7 nömrə Uruguay çayı. Materikdə olan göllər. Materikin şimal hissəsində Maracaibo gölü yerləşir. Venezuela ərazisində yerləşən bu göl laqum mənşəlli göldür və duzludur. Gölün iqtisadi əhəmiyyəti var, çünki neft-qaz hasilatı həyata keçirilir.
Sonra materikdə dünyanın ən hündür dağ gölü Titicaca yerləşir. Titicaca gölü 3810 metr hündürlükdədir. Boliviya və Peru sərhəddindədir. Növbəti göllərdən biri də Boliviya ərazisində yerləşən Popo gölüdür. Deməli, materikin əsas gölləri hansılardır? 1 nömrə Maracaibo, 2 nömrə Titicaca gölü, 3 nömrə isə Popo gölləri. Cənubi Amerika materikində Orinoco çayının Çurun çayı qolu üzərində dünyanın ən hündür şəlaləsi Angel şəlaləsi yerləşir. Parana çayında isə Iguazu məşhur şəlalələrdəndir. Cənubi Amerika materiki Greenwich xəttindən solda qaldığı üçün qərb yarımkürəsində, həm də ekvator xətti materikdən keçdiyi üçün şimal və cənub yarımkürəsində yerləşir. Şimal və cənub yarımkürəsində. Deməli, yekunda materik 3 yarımkürədə yerləşir. Ekvatordan yuxarıda qalan bu ərazilər şimal yarımkürəsi, cənubda qalan bu ərazilər isə cənub yarımkürəsi hesab olunur. Qeyd eləyək ki, bu ərazilər, məsələn, Guyana yaylası, Maracaibo gölü, Magdalena çayı olsun, Ruiz vulkanı hansı yarımkürədədir? Şimal yarımkürəsində və yaxud Bandeira dağı olsun, Braziliya yaylası olsun, La Plata ovalığı olsun, San Pedro vulkanı olsun, Aconcagua zirvəsi, La Plata körfəzi olsun. Bunlar isə əlbəttə cənub yarımkürəsində yerləşər. Konkret olaraq ekvator xətti keçən coğrafi obyektlərə isə Galapagos adaları, Ant dağları, Amazon ovalığını qeyd eləyə bilərik ki, həmən coğrafi obyektlər 3 yarımkürədə yerləşirlər. Həm şimalda, həm cənubda, həm də qərb yarımkürəsində. Materikdən həmçinin cənub tropik xətt keçdiyi üçün materik 2 işıqlanma qurşağında yerləşir. Birinci, tropik işıqlanma qurşağında, ikinci, mülayim işıqlanma qurşağında. Cənub tropik xəttdən cənub qütb dairəyə qədər olan bu ərazilər əlbəttə mülayim işıqlanma qurşağıdır. Mülayim. Deməli, La Plata körfəzi olsun, Aconcagua zirvəsi olsun, Lluliaco vulkanı olsun, Iguazu şəlaləsi olsun. Bunlar əlbəttə mülayim işıqlanma qurşağında yerləşər. Amma cənub tropik xəttindən yuxarıda qalan bu ərazilər isə tropik işıqlanma qurşağına düşür. Deməli, Amazon çayı olsun, Orinoco balığı, Guyana olsun, Cotopaxi, Chimborazo vulkanları olsun, San Francisco çayı olsun, Braziliya yaylası olsun. Bu ərazilər hansı işıqlanma qurşağındadır? Cavabınız tropik işıqlanma qurşağında. Cənubi Amerika materiki ətrafında olan isti və soyuq cəryanlara materikin şimal-şərq hissəsində Guyana isti cəryanı, materikin şərq hissəsində Braziliya isti cəryanı, materikin ucqar cənub-şərq hissəsində Falkland soyuq cəryanı var, materikin qərbində isə Peru cəryanı ən böyük cəryandır soyuq cəryanlar arasında. Deməli, soyuq cəryanların təsir etdiyi ərazilərdə qeyd eləyək ki, sərə yarımsərələr formalaşır. İsti cəryanların təsiri ilə, məsələn, Guyana cəryanının təsiri ilə materikin şimal-şərq hissəsi, Braziliya isti cəryanının təsiri ilə materikin şərq hissəsi bol rütubət alır.